qisas almağa, mənfur düşməndən qisas almağa. Səcdəgahdır, qibləgahdır, üç reyli Türk bayrağı. Bir ovuç kül, bir ovuç yurt torpağı. Düşmənin gözün qorusun bizi, Tanrının özü qorusun bizi, Tanrının özü. Səcdəgahdır, qibləgahdır, üç reyli Türk bayrağı. Bir ovuç kül, bir ovuç yurt torpağı. Bu her bu meydan, ne ölüm ne de kan döndürebilmez bizi bu yoldan, döndürebilmez bizi bu yoldan. Secdegahdır, qibləgahdır, üç reyli Türk bayrağı. Bir ovuç kül, bir ovuç yurt torpağı. Bugünkü günü bildiğiniz gibi şəhidimizin Elnur İslamovun adını daşıyan sinifimiz onun doğum gününü qeyd edir. Mən bütün şəhidimizin sinifinin, uşaqların adına sizin hamınıza xoş gəlmişsiniz deyirəm bugünkü gündə. Yəni bizim bugünkü tədbirimizi də mən açıq elan etmək istəyirəm. Tədbirimizə xoş gəlmişsiniz və uşaqlarımızın çıxışlarını dinləməyə və sizi burada görməyə üçün çox şadam. Səslənir Azərbaycan Respublikasının dövlət
canından keçən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Vətən mənə oğul desə nə dərdim? Mamır olub qayasında bitərdim. Gözəl deyib şairimiz. Mənə elə gəlir ki, hər bir Azərbaycanlı bu fikirdədir. Elə bu cür düşündüklərini də hər kəsə sübut etmir. Qəhrəmanlarımızdan biri də qəhrəmanımız Elnur Rüstəmovdur. Bugün 5 noyabr, qəhrəmanımızın doğum günüdür. Yaşasaydı bugün 36 yaşı olacaqdı. Ne yazık ki, mənfur düşmənin gülləsi qəhrəmanımızı bugün aramızdan ayırır. Polkovnik Leytenant Həmdəm Ağayevin oğlu Ziya, Polkovnik Leytenant Mehman Qəmbərovun oğlu Ceyhan Ercanın yanındadılar. Şəhid Elnur Faidoğlu Rüstəmov 5 noyabr 1989-cu ildə Xaçmaz rayonu Əbilyataq kəndində anadan olub. Uşaqlıqdan vətənə bağlı, mərd və vətənpərvər bir gənc kimi tanınır. Elnur Rüstəmov hərbi xidmətini başvurduqdan sonra xüsusi taniyyatlı qüvvələrdə xidmətini davam etdirir. Baş gizir Elnur Rüstəmov 2020-ci ildə baş vermiş Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmişdir. Xocavəndin, Cəbrayılın və Kəlbəcərin azad olması uğrunda döyüşlərdə iştirak etmişdir. İgidliklərinə görə Elnur Rüstəmov cəsur döyüşçü, şücaətə görə Kəlbəcərin, Cəbrayılın, Xocavəndin azad olmasına görə medalı ilə və Azərbaycan bayrağı ordeni ilə tərtib olunmuşdur. 2022-ci il sentyabr ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Elnur Rüstəmovun 14 sentyabr 2022-ci ildə doğulduğu Xaçmaz rayonu Əbilyataq kəndində torpağa tapşırılmışdır. Elnur Rüstəmov vətəni uğrunda fədakarlıq göstərmiş bir igiddir. Onun ruhu qarşısında baş əyirik. Ruhun şad olsun şəhidin. Onlar o gümüş, gələr yüzlü. Açlar bu xalqın düşdüyü düyün. Qoydular üstünə çələngin, gülün. Mən də sənə bu müjdəni gətirirəm. Doğum günün mübarək ey şəhidim. Yetişsin muradım, qoy o gün gəlsin. Qarşında düz çökür, yorulma azmətin. Bugün sənin günün, Elnur sən sevin. Allahdan tək budur istəyim, əhdim. Doğum günün mübarək ey şəhidim. Yaralı aslanam, hələ yatıram. Vaxt gələr çağlaram, hələ susuram. Adına zəfərdən şeir yazıram. Bilirəm gələcək zamanım mənim. Doğum günün mübarək ey şəhidim. Elnur vətən oğlu, qəlbimizdədir adı. O qorudu torpağı, bayrağımızı yurdu. Cəsarəti örnəkdir, ruhu cəzirvədir. Qəhrəmanlar unudulmaz, adı daim diridir. Bu yolda iz qoydun sən, vətən sənə and verir. Hər bahar xatırlayar, hər rəng səni sevir. Çəkə bilmir, ağırdır daşı, quruyub qalmayıb gözündə yaşı. Əmanət qoydun, sən üç gözün olur. Elcanı, Yunusu, bir də Adəmi. Rahat yat, vətən var, biz varıq daimi. Doğum günün mübarək ey şəhidim. Bu qədər alışdım, bu qədər yandım. Coşar daha, durmaz damarda qanı. Zəfərlər marşını çalan bu xalqın qələbə günü görən gözləri. Doğum günün mübarək ey şəhidim. İllərlə səbr edib dözdü bu xalqı. Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ
torpaq düşməndən azad edildi. Azərbaycan zəfər günü mübarək. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Təki vətənimiz düşməsin dara, baxmayıb soyuğa, qorana, qara. Cavab vermək üçün o azğınlara hər bir çətinliyə dözdü şəhidlər. Dastan yazdı hər zabitin əskəri. Dağıdı düşmənin postunu səngəri. Qarşında diz çöktü mənfur düşmən. Hər zaman qarşında tir-tir əsəcək. Bilsinlər şəhidlər, bilsinlər qazilər. Tökülən bu qanlar olmadı hədər. 44 gündə gəldi bu böyük zəfər. Qarabağ bizimdir, hamı biləcək. Dünyanı da əsərə gətirdi bu səs. Ruhumuzun önündə baş əyir hər kəs. Vətən müqəddəsdir, torpaq müqəddəs. Ölüb qovuşdurlar ölümsüzlüyə, şəhidlik adında uca zirvəyə. Canını verdilər vətən yaşasın deyə, millətin ruhuna dayaq şəhidlər. Sorğusuz sualsız cənnət gözləyir, şəhadət şərbəti içən şəhidi. Borcudur ki, yad etsin gəlib gələnlər, vətən üçün canından keçən şəhidi. Quranda ayə var, Allah sözüdür. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməz axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma, torpağıma qarışıram. Sağla qaq bayrağıma, bayrağıma qarışıram. Mən şəhidəm, ölməmişəm. Vətən torpağını sək olub açıram. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətən, vətənimin sabahına parlaq işıq saçıram. Onun tarix yaldır, şanlı ordumu. Zəfər yer tazlandı milli qolumuz. Özünlə qayıtdı cənnətin günü, artıq Qarabağ səhnəmizə. Tarix yazdı igidlər, əzizimdir hamısı. 44 gün müharibə şanlı tariximizdir. Mərdliyin, igidliyin, şəhadətin mübarək. Dedilər şəhid olub, mübariz tək, dolaq tək. Solub o gündən bəri, gözümüzün sevinci, getdi səninlə birgə, qəlbimizin sevinci. Tutmur qaysar yaralar, gözlərim qan ağlayır. Bu gedişin bir bilsən, məni necə dağlayır. Şəhid oldun, ay Nur Rüstəmov, adına qurban olum. Vətəni azad etdin, var xalqımın müzəffər sərsərdəsi. Qılıncdan itidir onun kəlməsi, bəs eləyir bircə kəlmə deməsi, dəmir yumruğu yenidən birləşəcək. Zəngilan bizimdir, Laçın bizimdir, Kəlbəcər, Füzuli, Ağdam bizimdir, Xankəndi, Xocalı, Şuşa bizimdir, düşmən bir də yuxusunda görəcək. Hər zaman olmuşam mənim dayağım, mənə güc verən qolum qanadır. Əzəmətinlə seçilir sənin adın, hörməti dağlara sığan atamın. Qorxmuram heç kəsdən, sən yanımdaykən. Bu inamı sən vermisən mənə, çünki inamım sonsuzdur sənə. Gəlmişəm buralara sənin sayəndə, daim qəlbimdədir atamın adı. Edərəm mən onu başımın tacı. Onsuz bir heçəm mən bu dünyada, fəxr edirəm mən səninlə ata. Söz verilir Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov. Hər kəs salamlayıram. Bugün şəhidimizin doğum günüdür. Şəhidimizlə son müddət 10 ildən biraz artıq bir dəqiqə xidmət etmişik. Bir çox döyüş tapşırıqlarının sırasında bir yerdə döyüşmüşük. Torpaqlarımızın azad olunması uğrunda 44 gün vətən müharibəsində bir yerdə döyüşmüşük. Ondan sonra 21-ci ildə sərhədlərin bərpasında yenə bir yerdə olmuşuq. 22-ci ildə düşmən tərəfindən qarşılanan zaman sentyabr döyüşlərində. Elnur qardaşımız öz şirin canını, canından üstün tutduğu, canından çox sevdiyi torpaq uğrunda fəda eləmişdir. Elnur haqqında onu da əvvələm ki, yaxın yoldaşımız olub, yaxın münasibətimiz olubdur. Çox savadlı, öz vəzifəsini yaxşı bilən, yoldaşlar arasında özünə yaxşı bir hörmət qazanmış. Hətta yeni gələn şəxsiyyətə həmişə
öz biliklərini öyrətmiş, onlara düzgün yol göstərməsində, vətənə necə xidmət etmək lazımdır, vətəni necə sevmək lazımdır, bu istiqamətdə həmişə öz tövsiyələrini vermişdir. Özü burada olmasa da ruhu inanım ki, bizlə bir yerdədir, balaları buradadır, döyüş yoldaşları buradadır. Dövlətimiz nə qədər ki var, nə qədər ki Azərbaycan dövləti yaşayır, Azərbaycan xalqı yaşayır, heç bir şəhərimiz heç bir zaman unudulmayacaqdır, daima belə həmişə anılır. Allah həmişə bizə rəhmət eləsin, məkanı cənnət olsun, məqamımız olsun. Allah səhv versin. Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynovdan əlavə Mir Hüseynov İqbal, İsmailov Marif, təşəkkür edirik buradakı bütün iştirakçılara.
sizi salamlayıram, xoş gəlmisiniz deyirəm. Bugün şəhidimiz Elnur Rüstəmovun doğum gününə yığışmışıq. Yaşasaydı onun 37 yaşı olacaq idi. Yəni, çox təəssüflər olsun ki, mənfur düşmən gülləsi onu bizim sıralarımızdan aldı, apardı. Amma bugün şəhidlərimiz ölməz, vətən bölünməz. Şəhidlərimiz bugün bizi qorumasaydı, biz bugün sülh şəraitində, gözəl, sakit şəraitdə bu balalarımızı, evladlarımızı böyüdə bilməzdik. Bizim məktəbimizdə 5C sinifi şəhid Elnur Rüstəmovun adını daşıyır. Sinif rəhbərimiz Təranə müəllimə çox sağ olun, sizə təşəkkürümü bildirirəm. Bu gözəl tədbiri araya ərsəyə gətirdiyinizə görə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə bizim məktəbimizdə başda direktorumuz Rəna xanım Hüseynova olmaqla hər zaman şəhid övladlarına, qazi övladlarına hər zaman böyük diqqət və qayğı olur. Müəllimlərimizə təşəkkür edirəm ki, hər zaman bizim bu cür gözəl övladlarımızı vətənpərvər ruhda tərbiyə edirlər və bu tədbirlərin daha da geniş vüsət almasına yol açırlar, təşkilatçılıq edirlər. Şəhidimizin yadigarları və şəhidimizin xanımı Sara xanım, ona Allahdan səbir diləyirəm. Möhkəm can sağlığı diləyirəm ki, bu üç övladın Allah ona güc versin, qüvvət versin ki, gözəl şəraitdə onu böyütsün, başa gətirsin. Rahman xanımla təşəkkür edirəm. Bu tədbirin təşkilatçılığında çox böyük əvəzolunmaz rolu var. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə can sağlığı diləyirəm. Gələn qonaqlarımız ayaqlı, sayaqlı olsun. Çox sağ olun, var olun gəldiyinizə görə. Qazilərimiz, siz varsınız ki, biz də burada rahat şəraitdə yaşaya bilirik. Yaşasın Ali Baş Komandan, yaşasın qalib, müzəffər ordumuz. Sağ olun, təşəkkür edirəm, var olun. İndi isə söz verilir 5C sinifinin sinif rəhbəri Təranə müəlliməyə. Mən də yenə öz adımdan, sinif kollektivi, valideynlər adından gələn Elnur Rüstəmovun böyük yoldaşlarına öz təşəkkürümü bildirirəm. Çox sağ olun, siz bugünkü bizim tədbirimizdə iştirak ediniz. Məktəb rəhbərliyinə təşəkkür edirəm. Və bizim burada məktəbimizdə işləyən şəhidimiz Mehman Qəmbərovun həyat yoldaşı Rahman xanıma təşəkkürümü bildirirəm. Rahman xanım, siz bu işdə mənə çox, necə deyilir, bu tədbirdə çox dəstək durdunuz. Sara xanımın yanında oldunuz və yenə də valideynlər adından hamınıza təşəkkür edirəm. Valideynlər də bugünkü gündə Elcanın arxasında dururlar. Hamısı Elcanı, necə deyirlər, bir övladları kimi əzizləyirlər, bəsləyirlər. Hamınıza təşəkkür edirəm. İndi isə söz verilir 4C sinifinin sinif rəhbəri Samirə. Əlbəttə ki, bir neçə gündür mənim də öz sinifimdə qəhrəmanlar haqqında dərslərimiz silsilə şəklində davam edilir. Demək olar ki, hər gün Vətən müharibəsi qəhrəmanlarını biz yad edirik. Vətən qızı titulu almış bir müəllimə kimi qeyd edirəm ki, vətənimizin şəhidlərini, eyni zamanda bizim canlı tarix yazan qəhrəmanlarımızı hər zaman yad eləmək biz müəllimlərin borcudur, müqəddəs borcudur bizlər. Əlimizdən gəldiyi qədər, yəni başda əlbəttə rəhbərliyimiz olmaqla Rəna xanım, Nahid müəllim, Bilbər xanım, Elman müəllim, təşəkkür edirəm. Çox sağ olun ki, bizə bu şəraiti yaratmışsınız və siniflərimizin şəhid adları daşıması bizim qürurverici, yəni ona baxanda qürur hiss keçiririk ki, siniflərimizdə bu şəhidlərin adlarını yaşadırıq. Vətəndaş olaraq biz mənəvi borcumuz, özümüzə borc bilirik bunları. Və şagirdlərimiz də o siniflərdə təhsil alaraq vətənimizin azadlığı uğrunda canlarından keçən, canlarını fəda edən və bu günləri öz övladlarını atasız qoyan bu cür şəhidlərimizin başa düşürlər ki, yəni onların övladları bizə əmanətdir. Bəli, və bu günləri mənim Elnur Rüstəmovun övladı Adəm Bala da mənim sinifimdə oxuyur, məktəbə gedər şagirdimdir. Bir müəllimə olaraq çox şanslıyam. Əlbəttə ki, bu şansı ilk öncə Mehman Qəmbərovun
yadigarı Ceyhan balam mənim sinifimdə oxuyubdu. Şagirdim olubdu, indisi 8 idi və eyni zamanda bu günləri növbəti şəhid övladı Adəm balamız mənim sinifimdə oxuyur. Sanki özümə bir mənəvi borc bilirəm, yəni bu mütləq, yəni təkcə mən yox, bütün müəllimlər bunu etməlidir. Şəhidlərimizin adını yaşatmaq üçün bu kimi tədbirlərin olması vacibdir. Çünki belə olduğu halda həm sinif, həm də eyni zamanda digər ora qoşulan, digər sinif yoldaşları, məktəbdə olan məktəb yoldaşları burada hamısı bunu görürlər və şəhidlərimizin adını yaşatmağı onlardan dərs alırıq və bir-birimizdə ötürürük ki, yəni şəhidlərimizin adını yaşatmaq üçün belə tədbirlərin olması mütləqdir. Təranə müəlliməyə təşəkkür edirəm. Təranə müəllimə, çox sağ olun ki, yəni bu günləri bizim şəhidimiz Elnur Rüstəmovun adını yaşadırsınız və onların bəli, sinifimiz onun adınadır, bəli, bilirəm və onların 3 övladının məktəbimizdə oxuması və onlar bizə əmanətdir, Sarı xanım. Təşəkkür edirik sizə ki, bizim məktəbi seçmisiniz. Yəni, onlar bizə əmanətdir, göz bəbəyimiz kimi qorumaq bizim borcumuzdur. Diqqətinizə görə çox sağ olun. Son sözünü demək üçün hak yolundan dönməyəcək azadlıq